Salam hörmətli izləyicilər. Bugün pensiyaçılarımızı ən çox maraqlandıran suallardan biri haqqında danışacağıq. 2027-ci ildə Azərbaycanda pensiyalar yenidən artacaqmı? Bəs artım nə qədər olacaq? Pensiyaçılar nə qədər pul alacaq? Əvvəlcə vacib məqamı qeyd edim. 2027-ci il üçün pensiyaların neçə faiz artılacağı hazırda rəsmi şəkildə açıqlanmayıb. Ona görə sosial şəbəkələrdə yayılan konkret rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır. Bəs 2026-cı ildə nə baş verdi? 2026-cı ilin yanvarın 1-dən Azərbaycanda bütün növ əmək pensiyaları 9,3% indeksləşdirilərək artırıldı. Bu artım təsadüfi rəqəm deyil. Pensiyaların illik indeksləşdirilməsi əvvəlki ilin orta illik əmək haqqının artım göstəricisi ilə əlaqələndirilir. Məsələn, 2026-cı ildəki 9,3% artım 2025-ci ilin orta illik əmək haqqının artım göstəricinə uyğun olaraq müəyyən edilib. Nəticədə 2026-cı ildə ölkə üzrə orta aylıq pensiya 593 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb. İndi isə əsas sual, 2027-ci ildə nə qədər artım olacaq? Bunu indidən dəqiq demək mümkün deyil, çünki 2027-ci ilin pensiya indeksləşməsinin hesablanmasında əsas göstəricilərdən biri 2026-cı ilin əmək haqqı artımı olacaq. Yəni, 2026-cı ildə orta illik əmək haqqının artımı nə qədər olacaqsa, bu göstərici gələn ilin pensiya indeksləşməsində mühüm rol oynayacaq. Məsələn, sadəcə izah üçün deyək ki, bir pensiyaçının hazırki pensiyası 500 manatdır. Əgər gələcəkdə 10%lik artım tətbiq olunsa, 500 manatlıq pensiya 550 manata yüksələr. 600 manat pensiyalan şəxsdə isə 10%lik artım 60 manat edər və pensiya 660 manat olar. Amma diqqət edək, bunlar yalnız nümunədir. 2027-ci il üçün 10% rəsmi artım elan olunmayıb. Ona görə də hazırda 2027-ci ildə pensiyalar mütləq 10% artacaq və ya başqa konkret rəqəm demək düzgün olmaz. Bir məsələni də qeyd edək. Pensiyaların illik indeksləşdirilməsi ilə yanaşı, dövlət tərəfindən pensiya təminatı və minimum pensiya məbləği ilə bağlı ayrıca qərarlar da qəbul edilə bilər. Ona görə gələn il pensiyaçılar üçün hansı dəyişikliklərin olacağı rəsmi qərarlar müəyyən edəcək. Hörmətli pensiyaçılar, sizə bir sualımız var. Sizcə 2027-ci ildə pensiyalar neçə faiz artırılmalıdır? Fikrinizi şərhlərdə yazın. Bu məlumat sizin üçün faydalı oldusa, videonu bəyənin, kanala abunə olun və yaxınlarınıza göndərin. Yeni rəsmi məlumat yayımlandıqca biz də sizə çatdıracağıq. Sağ olun, salamat qalın.